Avtomobildə axırıncı görülən işlərdən danışım. Deməli, 4 qapı pişşumka və vibra izolyasiya olunub. Opşi şnurlar çəkilib, magnitola dəyişilib və kolonkalarla usiliçilər quraşdırılıb. Hamısı qoşulub, işləməyində problem yoxdur, heç nə yanmadı, yanıq iyi gəlmədi, yəni orta obad işləyir. Sadəcə olaraq bir-birinə uyğun işləmir. Onun da səbəbi var, indi səbəbini açıqlayacağam. Bugün görüləcək birinci iş magnitola ilə usiliçləri bir-birinə uyğunlaşdırmaqdır. Sonra ikinci görəcəyimiz iş usiliç ilə kolonkaları uyğunlaşdırmaqdır. Çünki hər kolonka bir diapazonda işləyir və o diapazonları kəsmək lazımdır. Yəni onlar hamısı kəsilməlidir ki, bizim kolonkalarımız yanmasın. Ona uyğun olmayan səsdə diapazonda işləməsin. Ancaq özünə uyğun olan diapazonlarda işləsin. Onda, bəli, onda akustik səs avtomobillər daha gözəl olacaq. Və yalnız bu işlər tamamlandan sonra biz opşi sistemə polni səs verə bilərik və nəticəni də sizə göstərəcək. Başlayaq. Bu da bizim Forex'in usiliçidir. İndi biz bunu Pioneer'lə birləşdirməliyik. İlk növbədə bu bütün nastroykaları sıfıra salırıq. Burada siz görürsünüz də bu gain, HPF, gain, ELPF. Deməli, gain bizdə nədir? Gain həmin bu səsdir. Yəni onu nə qədər çox qoyacaqsa, usiliçildə o qədər də çox səs verəcək kolonkalara. Lakin onu usiliçillə gücündən daha çox qoysaq, fəsad törədə bilər. Usiliçil qızacaq, normalda səs effekti verməyəcək. Pamexlər verəcək. Ona görə də bunlar hamısını sıfırlayırıq və başlayırıq işə. Bunları hamısını sıfırladıq. İndi isə başlayırıq magnitola ilə bu yoldaşı birləşdirməyə. Demək, burada bizdə qrup A var. Bir də qrup B. Həmçində burada. Вот. Qrup A, qrup B. Yəni A bizdə qabaq dinamiklərdir, reyslər. B bizdə isə arxalar. Orada Forex'lar, midbaslar. Və hər qrup üçün burada gain var. Çox gözəl. Yəni polnu nastroyka eləyə bilərik. İndi isə başlayırıq. Xüsusi mahnılar yüklənməlidir. Onları da yüklədim. Sadəcə olaraq YouTube'da paylaşmaq olmaz. Yoxsa bağlayırlar. Videonu bağlayırlar. Həmin səsi kəsirlər. Onun üçün də əvvəlcədən yükləyin, baxın. İnternetdə çox sayda o videolardan var. Başlayaq. Birinci işimiz burada səs tonunu qaldırmaqdır. 50, 55, nəsə 50 eləyim, sapaslan olsun. Çünki hər magnitola müəyyən dipazondan sonra başlayır pamex verməyə. Bizə də o pamex lazım deyil. Burada maksimum 50 qoyduq. Yəni 50-dən o özü nə qədər fırlatsaq da səs artmayacaq. İndi isə keçək usiliçinə. Bu da Trendyoldan zakaz olunan əşyanın əks tərəfi. Düzdür, biraz ucuz olur, amma baxırsan ki, belə bir nöqsanlar da baş verir. Qurdaladım, yoxladım, nə Pioneerli oldu, magnitolalı, nə də şnurlardan. Bir sözlə, bir çıxış işləmir. Önə gedən çıxışlar işləmir. Yalnız arxaya gedən çıxışlar işləyir. Bu da belə. İndi fikirləşirəm, Türkiyə ilə əlaqə saxladım, dedilər, vaxt keçib, 6 aydan çox vaxt keçib, deyir, bizlik deyir. Zavaskoy bırak. İndi fikirləşirəm ki, bunu ya monobloq kimi istifadə edeyim,
Yəqin çox güman ki, belə də eləyəcəm. Dəyişəcəm bunların yerini. Bu zəifi qoyacam bura hələlik. Bu balacanı isə basavika. Elə kakras basavikim də elə 500 RMS idi. Bu da körpüdə verəcək 450 RMS. Olunu bəs eləyir. Tam gücündə işləyəcək. İndi bunların yerini dəyişək. Bunu getdi bura. Bu da gəlir bura. Bax, yenə avtomobili söktü. Bütün dinamiklər çöldə. İkinci üsülüsülə bura qoşdum. Maraqlıydı. Yenə qapılara siqnal getmirdi. Başladım araşdırmağa. Biabırçılıqdır. Elə əsəbdən partlayıram. Deməli, başladım buradan. Görürsünüz bu texnologiyanı. Keçin buraya. Вот, tapdım fişkadan. Fişkaları deməli qabağa gedən şnurlar və bunlardır. Qabaq sağa gedir, o birisi sola gedir. Aha, qabaq sağa gedir, o birisi sola gedir. Buradan yox. Dedim birbaşa şnurlar gedən tərəfdən qoşulum. Deməli yüngül var nadrezlər elədim. Bu arxaya gedəndi, onu da yoxladım. Və belə bir məftillər bağladım. Onun da mənası nədir? Onu bağlayırıq. Tester olmadığına görə götürürük bir dənə 12 voltluq batareyka. Bu batareykanı ucunu birinə bağlayırıq. Yəni toxundururuq. Səsini eşidirsiniz? Bəli. İşlədi. Svoloç işlədi. Amma işləmirdi. Birinci qoşuldum, yenə siqnal gəlmir. Dedim, bəlkə indi 5 şumka eləyəndə oradan hansısa şnuru zədələmişəm. Yox. Əlimi atdım, ora-bura gəzdim, gördüm, yoxdur. Sonra götürdüm, arxa dinamiklərə birləşdim. Arxaları var, burada görsənir. İşləyir. Sonra dedim, bəlkə də işdir. Dinamik bırak çıxdı. Bu dinamiki buradan çıxartdım. Apardım, arxaya bağladım. Həmçində yenə həmin üsulu burada elədim. Gördüm, yox. Dinamikli deyil, dinamik işləyir. Deməli, bu xəttdə, liniyada hardasa problem var. Abrıv yox idi. Əvvəl işləyirdi. Çünki bundan qabaq məhz qabaqda dinamiklərim olub, kolonkalarım olub. Yəni qabaq qapılar 100% işləyirdi. İndi sizdə nədən çıxıb? Gəlin göstərim. Əsəbdən partlamayasın, yəni 3 dəfə salonu sökmüşəm ha. 2 dəfə bu usiliçiləri ora-bura atmışam. Hələ əsəbi demirəm də indi. Nerv, stres, zircibil. Bu qədər oturacaq sökmək olar. Səbəbkarlar. Вот они. Bax bu vilkalardır. Reisin üstündə gəlib. Mənası vilka kimi də rahatdır onun içində taxmaq. Sən demə bunların keçiriciliyi yoxdur. Bəli. Bunları açdım, tulladım. Kolonka işlədi. O deyirlər, maşın opşi xadavı hissəsini söktüm, dəyişdim, nə qədər pul tökdüm. Sən demə səs eləyən bagajdakı dankrat idi. Həm gülməlidir, həm ağlamalı. So, indi hər şey təzədən birləşdiririk. Balaca usilicilə qaytarırıq bura. Böyünü yenə basavika. Bu hamısını təzədən yığırıq, bağlayırıq. Və təzədən neyinirik? Bəli, regulirovkalara keçirik. Nastroykalara. Nə bilim valla. Heç bir şey. İşimizi görək. Yəni bugün də gecəyə kimi buradayıq. Demək, bu daşın başqa da istifadə üsulu var. Onu da sizə göstərim. Deməli, buradan biz birləşdirdik. İndi orada qapma qarışıq düşdü və bizim şnurlarımız gəldi, çıxdı bura. Burada isə söhbət gedir. Plus minus.
Plus, minus, plus, minus. Müsbət, mənfi. Onları düzgün birləşdirmək lazımdır. Yoxsa kolonka düzgün işləməyəcək. Effekt verməyəcək. Səs tonu zəif olacaq. Onun üçün də nə edirik? İndi buradan birləşdirmirəm. Buradan birləşdirəcəm. Yəni eyni üsuldur. İstəyirsiniz bu şnurlardan, istəyirsiniz bu şnurlardan. Götürürük həmin batareykanı. Qoyuruq bura və basırıq. Birləşdiririk bunları. Ana ya Allah. Birləşdirəcəm ha. Aha. İndi bir yandan biraz çətindir. Hə. Və birləşdiririk. Birləşdirəndə deməli biz hardan bilək ki, düzdür. Plus hansıdır, minus hansıdır. Baxırıq kolonkaya. İndi videonu çəkib sizə göstərəcəm. Deməli, dinamik yuxarı qalxırsa, opsiyonun hərəkət hissəsi yuxarı qalxırsa, deməli düzdür. Yəni plusla minus düzdür. Plusdakı şnur deməli plusdur. Yəni ora birləşəcək mənfiyə və ya müsbətə. Minusdakı heç mənfidir, o da mənfiyə. Yəni onda düzgün birləşdirmə olur. Səhv eləməyin. Yararlanın. Bunu görürsünüz. Bu düzdür. Yəni bu şnur bizdə oldu müsbət, bu da mənfi. İndi səhv eləsək, indi isə səhv birləşdirək. Bax, görürsünüz. Dinamik içəri batır. Görürsünüz. Evet. Görürsünüz, içəri batdı. Bax, buraxıram, bu qalxır. Batdı, qalxdı, batdı, qalxdı. Deməli, bu səhvdir. Bu yuxarı çıxmalıdır. Belə. Bu da qayıdır öz yerinə. Birinci fikirləşirdim ki, biraz ucuz olur, amma baxırsan ki, yəqin Zabasko bıraq gəlir. Nöqsanlar. Bunları çıxartdım. Bir də xrançinləri çıxartdım. Ora, bura istəyirdim sökəm. Ancaq deyəsən bəxtimizi gətirir. Səhv bunlardaymış. Yaxşı, bunu da qoyaq öz yerinə. Usilitel yerində plus massa remote birləşib. İndi qaldı kolonkalar birləşdirməyə. Yenə də burada mənfi, müsbət hamısı qarışıb bir-birinə. Heç bilmirəm hansı qabaq sol, qabaq sağ və yaxud arxalar. İndi bunun hamısını bayaq göstərdiyim o daşla eləyəcəyik. Batareyka ilə. Bu da mən dediyim həmin estradni dinamiklər. Bunlar bası verə bilmir, amma ki yaxşı qışqırır. Bunları yüksək səslə qulaq asan insanlar daha çox bəyənər. Bu isə midbas. Xüsusiyyəti bas verir, amma yuxarıları çox güclü vermir. Bunlarda deməli bu hissə rezin olur. Görürsünüz, rezində. O birislərdə rezin deyil. Midrezinin fərqli odur. Əgər sizə güclü səs lazımdırsa, onda estrada sizdeydi. O qaqaş var, deyir, səsə bax, səsə, gedir bazarın o özünə, deyir, bunun səsinə bax və həmin şeydir. Səs verir, basovka vermir. Basaviksiz vəbşə, yəni mümkün deyil buna qulaq asmaq. Qışqırır da prosto. Yox, sizdə maşın daxilində normal səs lazımdırsa, onda midbassız mümkün deyil. Aparaturun quraşdırılması rahatdır.
Şnurlar çəkdin, kolonkalar yerinə qoydun, usilicili quraşdırdın. Bu hamısı asandır. Ən çətin iş. Bunları görürsünüz. Bəli. Bu işarələr, bu knopkalar, bunlarla düzgün işləməkdir. Bunlar hamısı regulovkadır. Bunu siz düzgün eləməsiniz, ya usilitel yanacaq, ya da kolonka. Bununla ehtiyatlı olmaq lazımdır. Bunlarla. İndi isə bunların nə üçün olduğunu göstərəcəm. Demək, bizə baxan işarələr. Input level. Bunlar heç, bu bizə maraqlı deyil. Məndə bu söndürülüb. Gain Group A, HPF, sonra Gain Group B, LPF, LSPF və FRET. İndi bunların mənasını sizə deyəcəm. Birinci bizi maraqlandıran gain. Gain nədir? Demək, magnitoladan usilitelə siqnal gəlir. Bu RCA şnurlandır. Həmin gain isə magnitoladan gələn siqnalı çoxaldır. Bəli, deməli, bununla necə işləyirlər? Sıfıra qoyursunuz. Magnitolada səsi 50-yə qoyursunuz. Yəni, mən belə işlədim. İndi ustalar var, başqa cür işləyir. Mən usta deyirəm. Yəni, mən ümumi olaraq sistemi necə yığmışamsa, necə regulovka eləmişəmsə, onu danışacağam. Orada 50-yə qoydum. Burada gain bizdə sıfırdır. Sonra başlayıram fırlatmağa. İndi fırlada da qulaq asırıq mahnıya. Hoca gördünüz ki, səs pozulur, iskajeniya verir, klip deyirlər də ona. Saxlayın. Bu gaini fırlatmayın. Əksinə, səs xışıldadı, onu biraz dala qaytarırsınız. Ta dəymirsiniz. Bu qrup A, qrup B də, yəni budur da, arxalar, bir də qabaq dinamiklərdir. Həmçində qrup B-dədir gain eyni üsulla işləyir. Yenə fırladırıq, görürük, kolonkalarımız başlayır xışıldamağa, düzgün səs vermir. Biraz arxaya, çıxan gücü biz tənzimlədik. Orada da nəyə görə 50, indi mahnıya qulaq asanda 50-dən o üzə fırlatmayın. Çünki iskajeni gələcək. Nə magnitola düzgün səs verməyəcək, siqnal verməyəcək. Nə də usiliteldə ondan artıq keyfiyyətli səs sizə verməyəcək. Çünki maksimum siz burada neynədiniz? Bəli, təmzimlədiniz. Sonraki regulovkalar. Bizdə burada mövcuddur HPF off, bir də 300 Hz. Bu nə deməkdir? Deməli, bizdəki bu dinamik midbassdır. Midbass aşağı diapazonlu oxudur. Rezindir, bas verir. Amma yuxarılara çıxa bilmir. Yuxarılara çıxanda zülüm çəkir, gücünü itirir və yana bilər də. Onun üçün də yuxarıları kəsmək üçün. Onsuz bu o yuxarılarda işləyə bilmirsə, deməli o boş-boşa zülüm vermək lazım deyil. Onun üçün də bu srezlər burada mümkündür. HPF. Bu da həmçinin mahnı qoşursunuz. Başlayırsınız qulaq asmağa. Bas verir, oxuyur. Sonra görürsünüz ki, bundan o üzə dinamik öz gücünü itirir. Yəni fırladırsınız. Bunu fırladırsınız HPF-i. Amma effekt də yoxdur. Onda onu kəsirsiniz və dinamik ondan yuxarıları oxumayacaq heç vaxt. Və o səbəbdən də yanma ehtimalı azalır. Bu usiliteldə HPF var, ancaq LPF yoxdur qrup A-da. Ona görə bu qrupaya mən midbassları qoydum. Növbəti qrupada B isə gördüyünüz kimi LPF də var. Bu iki şey var da, o sağa sola keçirmək üçün yer. LPF də var, HPF də var. Biz qoyduq HPF-ə və onları aşağıdan kəsirik. Yəni dinamiklər aşağı diapazonda işləməyəcəklər. Çünki o onun üçün nəzərdə tutulmayıb. Onlar yalnız yuxarı səsə doğru işləyəcəklər.
onda da özlərini daha yaxşı hiss eləyəcəklər. Bəli, yəni mən belə regulovka elədim. Mahnılara qulaq asarsa, özümə uyğun. İndi hər cürə hamıda eyni olmur. Yenə qulaq asmaq lazımdır. Və əsas da bilin hansı dinamiklərdən istifadə edirsiniz. Ona uyğun da nastroykasını düzgün edin. Və keçək əsas məsələyə. Basavik. Basavikdə hər şey rahatdır. Qoydunuz bagaja, boğacaq. 2 dənə şnur. Gətirdiniz. Aha. Birləşdiririz bura. İndi məndə burada adi usilsildir. İndi nə vaxtsa imkanım olsa onu dəyişəcəm. Zəif usilsildir. Basaviki tam güclə oxuda bilmir, tez də qızır. İndi məcburi hələlik yola versin deyə qoymuşam onu. Bu qardaş bizdə bir kanala 80 RMS verir. Basavik isə bizdə 500 RMS-dir. Yəni fərq çox böyükdür. Düzdür, bir tərəfdən yaxşıdır, basaviki yandırmayacaq, lakin bir tərəfdən də zülüm çəkir də, çox pis qızır. Deməli, buradan biraz da çox güc çıxartmaq üçün mən onu körpü ilə qoşdum. Yəni burada görünür də. Вот, körpü funksiyası. Deməli, bir kanaldan müsbəti götürdüm, bir kanaldan mənfini. Elə bir ki, iki kanalın gücünü birləşdirdim. 80-80, 160. O isə 160 vermir, hardasa 150 RMS verir. 150 RMS ilə bu zırpını oxuduruq. Bilmirəm, nə qədər oxudacaq, nə qədər onun ömrü çatacaq, hələ ki oxudur. Bunun da nastroykası çox sadədir. Çünki basavik aşağı diapazonlarda işləyir. Nə üçün nəzərdə tutulub? Bas vermək üçün. Ona görə götürürük LPF-i və sıfıra endiririk. Sonra isə başlayırıq yavaş-yavaş qaldırmağa. O vaxtda ki, basavik başlayacaq səs çıxartmağa. Yəni necə? Biri var bas çıxartsın. Bir də var adi kolonkalar kimi oxumağa başlayır. Bax, bunlar oxumamalıdır. Bunlar yalnız bas çıxartmalıdır. Gəldi çatdı həmin o oxuma momentə, biraz arxaya veririk LPF-i, все. Bu da nastroykası qutardı. Yenə deyirəm, bas oxumamalıdır. Ancaq bas verməlidir. So. Onların da diapazonu hardasa maksimum 63 Hz-dədir. Ondan o üzə o başlayır oxumağa. 50-63 arası kəsilməlidir aşağıdan. Tam regulovka olandan sonra qalan işimiz abadlaşdırma işləridir. Bunları hamısını səliqəyə salmaq, yerlərinə qoymaq. Bura kalpaklar kəsilməlidir, yoxsa görürsünüz ayaq izləri var burada. Çox uzun ömür sürməyəcək, sıracaqlar bunu. Kalpaklar qoyulacaq və nə vaxtsa indi bu usul dəyişiləcək, monoblok qoyulacaq. So, ümumi xərcim isə təxmini 600 ya 700 manat, 600 manat heç çıxmadı. Demək, magnitolanın işlənmişini aldım mən 140 manata. Usilitlər. Bu usilitili səhv eləmirəmsə 70 manata aldım. Prosta ikisini aldım. Burada birini 100'ə satdım. Obşi bu usilitili mənə gəldi. Neçə düşdü? 140, 100'ə satdım 40 manata. Bu usilitili isə mənə gəldi 150 neçə manata çıxdı. Endirim gözlədim Trendyoldan. Nəsə özəl endirim zırt pırt tırt 150 manata gəldi çıxdı. Bir kanala 225 RMS verir. Və basavik. Şnurlar da, şunların qiyməti yadımda deyir, ancaq böyle bir summa deyil. 20 ya 30 manat da oxşamsın. O da hamısı endirimlə, vaxt gözlürdüm, zaman gözlürdüm. Basavik. Basavik kutunu bir yerdə işləmişini aldım. 130 manata. Machete Light Air. Demək, mid baslar pulsuz gəldi.
Mənə pulu qaytardılar. Aldım. Orada demək problem çıxmışdı. Bunlarda qapaq gəlməmişdi. Bir də arxada nəsə zədəsi var idi. Onu çəkdim, elədim. Nəsə sport zırpırt qaytardılar pulumu hamısını. Düz mən hamısını gözləmirdim. Dedim heç olmasa bir 30-40 manat qaytarsalar bəs edir. Yox, hamısını qaytardılar, sağ olsun. Midrecilər. O qabaqdakı o kolonkalar. Onları da mən cüt aldım. 2 cüt. Birini satdım. O birisi qaldı. Bu gəldi mənə 100 manata oturdu. Все. Daha işi özünüz hesablayın. Deyirəm da hardasa bir 500 manata yaxın maksimum pulum çıxdı. Amma bir dəfəlik riski almaq istəsəz, o 2 qatı gələ bilərsiniz. Əgər vaxtınız yoxdursa, səbriniz yoxdursa, onda gərək biraz artıq pul verir. Bir ilə bunları yığdım və nəhayət quraşdırdım. Qaldı effekt. Effekti də bir dənə mahnı tapaq. Hansın ki YouTube bloklanmayacaq. Və qulaq asaq. Həm içərdən, həm də çöldən. Və bir məsələyə də toxunum. Reqrovka eləyəndə, ümumi səslə, mahnı ilə oynayanda gərək avtomobil xodda olsun. Yoxsa 30-40 dəqiqədən sonra onu xodlaya bilməyəcəksiniz. Ya itələməlisiniz, mexanikadırsa, avtomatdırsa, primiçkalıq olacaq. Elə. Hər şey öz yerini tutdu. Heç elə bir ki, aparatur da yox da. Məqsədi məsəl bu idi ki, görsənməsin. Heç yerdən şnur sallanmasın. Hər şey zavaz qoyur. İndi görüm sabahda birisi gündə bu kalpakları da kəsəcəm. Çünki onun iç tərəfi kalpakın hündürdür və gəlib dinamik birləşəcək. Ona görə onu bir kəsib aradan qaldırmaq lazımdır o hündür yerini. Sonra isə yerinə təmiz oturacaq.